Mən heyrət içindəyəm ki, ümumiyyətlə Azərbaycan Respublikasının əmək müfəttişliyi, digər dövlət qurumları Azərbaycanda Bolt olsun, Yango olsun, 189 olsun, istənilən taksi şirkətinin bu formada fəaliyyət göstərməsinə hələ ki göz yumur. Bu tamamilə Azərbaycan qanunvericiliyinin kobud sürətdə pozulmasıdır. Taksi şirkətləri ümumiyyətlə taksi parklarla və taksi sürücülərindən xidməti müqavilə bağlaya bilməzlər. Azərbaycan Respublikasının əmək məcəlləsinin 7-ci maddəsində göstərilir ki, şirkət, hüquqi şəxs və yaxud da fərdi sahibkar bir mənalı olaraq fəaliyyət sahəsinə aid olan işlə bağlı xidməti müqavilə bağlaya bilməz. Burada əmək müqaviləsi bağlanmalıdır. Bizdə isə xidməti müqavilə bağlayır. Bu adamlar, taksi sürücüləri Boltun, Yangonun, 189-un, digər şirkətlərin işçisi deyil. Bunların bərabər hüquqlu tərəfdaşıdır. Siz düşünün ki, xidməti müqavilənin mahiyyəti nədir? İki şirkət olur, bərabər hüquqlu, iki fərdi sahibkar olur və yaxud da fərdi yoxdur, sahibkarlıq subyekti olur. Və bunlar bərabər hüquqludur. Birinin birindən asılacağı yoxdur, tabiətlik münasibəti yoxdur. Biz evinə ayda 100 manat pul aparan, 300-500 manat da ola bilər də bu məbləğ taksi sürücüsü ilə aylıq gəliri milyonlar olan bir şirkəti bərabər hüquqlu tərəziyə qoymuşuq. Amma burada bərabər hüququn digər yerlərdə pozulur. Dediyim ki, bu əmək məcəlləsinin 7-ci maddəsinin pozulmasıdır. Bununla bağlı, mən bu kuryerlərlə də bağlı belədir, taksi ilə də bağlı belədir. Azərbaycanda bu məsələ həll olmalıdır. Əgər qanunverici orqanımız, məcəlləmiz, dövlət qurumları bu şirkətlərin yaxşı işləməsinin tərəfdarıdırsa, belə olan halda qanunvericiliyi dəyişməlidirlər. Böyük Britaniya bununla bağlı bir çıxış yolu tapıb. Əmək məcəlləmizdə bizə verir işçi və işə götürən. Xidməti müqavilədə olur, sifarişçi və icraçı. Hazırda bizdə olan sifarişçi və icraçı kateqoriyasında olan münasibətlərdir. Taksi sürücüləri nələrdən məhrum olur? Xidməti müqavilə olduğuna görə. İşsizlik sığortasından məhrum olur. Taksi sürücüsü qəzaya düşəndə bu şirkət, taksi şirkətləri onlara hər hansı bir ödəniş eləmir. Bu taksi sürücülərinin tətil hüququ yoxdur. Bu taksi sürücülərinin məzuniyyət hüququ yoxdur. Ezamiyyət hüququ yoxdur. İşdə istehsalat qəzasına uğradıkları halda ödəniş ala bilmirlər, kompensasiya ala bilmirlər, zərərli işlərdə işlədiyinə görə əlavə pul ala bilmirlər, gündəlik 8 saatdan artıq işləyəndə, həftədə 40 saatdan artıq işləyəndə əlavə ödəniş ala bilmirlər, işdən çıxarılanda kompensasiya ala bilmirlər. Niyə? Çünki bunlar bərabər hüquqlu tərəf kimi götürülür və bunlar xidməti müqavilə ilə işə cəlb olunur. Böyük Britaniya bununla bağlı nə elədi? Yeni bir əmək məcəlləsində vahid yaratdı. Kuryer və taksi sürücüləri ilə bağlı. İşçi icraçı. Bu nə tam işçi oldu, nə də tam icraçı oldu. Yəni, nə tam əmək müqaviləsində nəzərdə tutulan tabilik münasibətində olan işçidir, nə də tam xidməti müqavilədəki bərabər hüquqlu tərəfdir. Burada taksi sürücüsünə məzuniyyət hüququ verdi. Gündəlik iş saatı müəyyən etdi. Xəsarət alarsa taksi sürücüsü nəqliyyat vasitəsi ilə bağlı hadisə törədərsə, bədəninə xəsarət dəyərsə, maşınına xəsarət dəyərsə, taksi şirkət tərəfindən kompensasiya ödənilməsi, tətil hüququ, ezamiyyət hüququ, məzuniyyət hüququ təmin edildi. Azərbaycanda taksi parklarına və taksi şirkətlərinə sınıq, salxaq, harda gəldi maşınları qabaq niyə qəbul edirdilər? Çünki bu taksi şirkətlərinin heç bir məsuliyyəti yox idi. Əgər bu taksi şirkətlərinə bir məsuliyyət qoysaq, bu taksi şirkətlərinin apardığı adamı taksidə əgər 15 saat işləyənə görə kimsə ölürsə, kiməsə xəsarət yetirilirsə, bütün bu xərcləri həmin taksi şirkətinin boynuna qoya bilsəydik, qanunvericiliyimiz və aparılan işlər buna doğru olsaydı, artıq taksi şirkəti özü maraqlı olacaqdı. Daha səliqəli adam işə götürsün, daha yaxşı maşın işə götürsün, daha saz maşın işə götürsün və işçi 8 saatdan artıq işləməsin. Taksi sürücüsü, üzr istəyirəm, mənim ən geniş çıxışım budur, bundan sonra mən sizə qulaq asacağam hamınıza. Taksi sürücüsünün 8 saatdan artıq işlənməsi tamamilə qanunsuz və əsassızdır. Taksi şirkətlərinin həm bu öhdəliyidir, hansı ki, bu bonuslar deyir ya, biz taksi sürücüləri də bəzən bu bonuslara şirin içirlər. Bu bonuslar taksinin istismarına, taksinin kölə kimi işlədilməsinə aparan yoldur. Həftəlik 140, 150, 200, 300, nə bilim, bu qoyulan gedişlər, bunu demək olar ki, faktiki olaraq gündə 8 saata etmək, çıxartmaq mümkün deyil. Taksi sürücüsü bu bonuslara görə əlavə işdə qalmağa özünü məcbur eləyir. Göz boyayan nədir? Göz boyayan bizə verilən orada 100 manatlıq, 200 manatlıq puldur.